Salam əziz 5-cilər. Sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizləri monitor arxasından deyil, mətbəxdən salamlayıram. Çünki mən sizlərə buxarlanma və kondensasiya hadisələrini izah edəcəm. Bunun üçün bizə su lazımdır. Su adi halda maye formasındadır. Maye haldan qaz halına keçmək üçün temperaturu artırmalıyıq. Və bu zaman su buxar şəklində ayrılmağa başlayacaq. Bu artıq suyun qaz halıdır. Bunun üçün qaba suyu tökdükdən sonra biz başlayırıq onun temperaturunu artırmağa. Məsələn, qazın üzərinə qoyaraq da bunu edə bilirik və yaxud da çaydan da suyun qaynamasını da izləyə bilərik. Amma mütləq yanımızda böyüklər olmalıdır. Çünki öz başına bu hadisəni etmək olur. Qazı yandırdıqdan sonra artıq biz suyun qızmağını gözləyirik və bir müddətdən sonra suyun üzərindəki dəyişiklikləri görməyə başlayacağıq. Çünki artıq suya diqqətlə fikir versəz, burada qabarcıqlar əmələ gəlməyə başlayır. Və indi diqqət edin, qabarcıqlar suyun içərisində daha da çoxalmağa başladı. Deməli, burada temperatur artdı və su artıq qaynama temperaturuna yaxınlaşır. Suyun qaynama temperaturu da demişdik 100 dərəcə Selsi temperaturdur. Artıq burada su qaynamağa başladı və diqqət eləsəniz, sudan yavaş-yavaş buxar çıxır. Bunu daha rahatlıqla görmək üçün həmin qaynatdığımız qabın qapağını örtsək və bu zaman orada buxarın çıxdığını rahatlıqla görə bilərik. Qapaq, baxın, üzərində heç bir su damlası yoxdur. Amma biz bu qapağı qaynayan suyun üzərinə qoysaq, bu zaman görəcəyik ki, qapaqda su damcıları yarandı. Niyə yarandı bu su damcıları? Çünki qapaq soyuq idi və qaz halında olan maddə əgər soyuyarsa, bu zaman yenidən maye halına çevriləcək. Yəni kondensasiya hadisəsi baş verdi. Burada artıq kondensasiya baş verir. Yəni qaz halında olan maddə qapağa dəydikdə artıq soyuq bir səthə dəyir. Soyuq səthə dəydiyinə görə kondensasiya